Xeyirli günler xanım. Axşamınız xeyir. Salam dəyərli iştirakçılar, hər birinizi salamlayıram. Hər birinizin axşamınız xeyir olsun. Mən Dərya qrupun təsisçi və rəhbəri Aytac Məhərrəmova. Bu gün Dərya qrupu olaraq bizim növbəti vebinarımız keçiriləcəkdir. Vebinarımızın təlimçisi, birinci təlimçimizi təqdim edim. Təlimçimiz Narınc Psixologiya Mərkəzinin Neftçilər filialının icraçı direktoru, uşaq inkişaf mütəxəssisi Gülnar Yusifova olacaqdır. Mövzumuz isə disleksiya ilə bağlı bir mövzudur. Disleksiyanın əlamətləri, müdafiə mexanizmlərindən danışacağıq. Hər birinizə uğurlu vebinarlar arzu edirəm. Gülnar xanım, axşamınız xeyir. Başlaya bilərik. Xanım, minnətdaram sizə. Mən başlayım. Amma mən hələ ki izləyiciləri görə bilmirəm. Yəni daha doğrusu qoşulanların neçə nəfərdir, kimlər qoşulub. Kimə uyğundursa görüntü aça bilərlər. Hal-hazırda 37 nəfər var və say artacaq. Aha, Kimə uyğundursa görüntüləri aça bilərlər. Çalışaq aktiv iştirak eləyək, müzakirəli, maarifləndirici bir vebinar olsun. yaxşı olar. Bir daha salamlayıram hər kəsə, axşamınız xeyir olsun. Bugünkü mövzumuz disleksiyadır. Disleksiya çox uzun və geniş bir mövzudur. Mən bacardığım qədər biraz qısalaşdırdım ki, bir saatımıza yerləşsin. Amma təbii ki, əgər maraqlı olsa, biz sonra davamında yəqin ki, Aytaç xanım təşkil edə bilərik. Başlayaq. İlk öncə mən ümumiyyətlə bilmək istərdim. Disleksiya haqqında, yəni burada məlumatı olan varmı? Qoşula bilərlərmi mənə yəni burada olan iştirakçılarımız? Əlbəttə, Salam, hər fikri olan vaxtınız xeyir səsləndirə olsun bilər. müəllimə. Bəli, mənim qızım disleksiyalıdır. Aha, aydındır. Sizə o zaman tanış mövzudur. Bəli, tanışdır. Yaşı var qızınızın? 9 yaşı var. Allah saxlasın. Çox sağ ol. Tamam. Disleksiya nədir? Gəlin birinci bundan başlayaq. Biz bilirik ki, disleksiya xüsusi öyrənmə pozuntularının içərisinə daxildir. Xüsusi öyrənmə pozuntusu dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, DSM-5 adlanan bir nəşr var, yəni kitab var. Bütün psixi pozuntular, psixiatrik diaqnozlar həmin kitablarda cəmlənir və artıq 5-ci nəşridir o kitabın və bütün psixiatrlar, dünya üzrə bütün psixiatrlar həmin nəşrə əsasən diaqnozları qoyurlar və xüsusi öyrənmə pozuntuları adı altında burada bir bölmə var ayrıca və ora daxil olan disleksiya da həmin DSM-5 kitabında yer alır. Yəni neuropsixoloji bir pozuntudur, anadan gəlmə bir pozuntudur, genetik olma faktı yüksəkdir. Buna görə də yəni ayrıca bir diaqnoz kimi, ayrıca bir hətta sindrom kimi bunu artıq bizə təqdim edirlər və təbii ki, bunun əsasında da psixiatrlar diaqnozu qoyduqdan sonra yönləndirirlər təlimlərə və təlim nəticəsində disleksiya diaqnozundan uğurlu nəticə almaq olur. Sadəcə ilk başdan bunu demək istəyirəm ki, disleksiya ayrı bir diaqnoz olduğu üçün bəzən məktəbdə yəni öncələr təbii ki, biz də bilmirdik, bəzən müəllimlər də bunu bilmirlər və başı var oxumur adı altında olan uşaqları çox zaman belə yəni biraz bullyingə məruz qalırlar bu uşaqlar. Uşağın başı var, oxumur, istəsə oxuyar. Əslində istəsə oxuyar deyə bir anlayış yoxdur. Əgər uşaq oxuya bilmirsə, onun altında hər hansısa bir səbəb yata bilər. Ya disleksiya əlaməti ola bilər, diqqət əksikliyi ola bilər, oxu motivasiyasının aşağı olması ola bilər. Yəni bu səbəbləri araşdırıb ondan sonra mütləq bu problemlə mübarizə aparmaq lazımdır. Disleksiya özü yəni öyrənmə çətinliyi özü 3 kateqoriyaya ayrılır. Disleksiya, disqrafiya və diskalkuliyadır. Nəyə görə ümumi problemlərə disleksiya adı deyilir? Çünki disleksiya diaqnozu, yəni disleksiya problemi özü bütün bu diskalkulinin, disqrafi problemlərinin içərisində ən çox olandır, ən geniş yayılandır. Disleksiya özü oxu pozuntusudur. Yəni oxu pozuntusu özü istər yazı pozuntusundan, yəni ilk öncə onu deyim, disleksiya oxu pozuntusudur, disqrafiya yazı pozuntusudur, diskalkuliya isə riyazi pozuntudur. Disleksiya, yəni oxu pozuntusu 85%-ni təşkil edir. Disqrafi və diskalkuliya isə yerdə qalan cəmi 15%-ni bölüşürlər. Ona görə də bu problemə ümumi götürəndə, yəni öyrənmə pozuntusu deyil də, disleksiya adı ilə
səslənirlər. Həmçinin eyni zamanda da disleksiya özü əqli geriliklə qarşılaşdırıldığı üçün bəzən çünki oxu problemi olan insanlara həm də əqli geri kimi, intellekti zəif kimi yanaşırlar, amma bunlar tamam fərqli bir sahələrdir. Ona görə də məhz disleksiya kəlməsini, yəni diaqnozunu istifadə edirlər. Etimologiyasına baxanda disleksiya özü 1896-cı ildən ilk dəfə təşkil edilmişdir Morgan tərəfindən. Daha sonra Samuel Orton adlı alim dəqiq araşdırmalar məqaləsində disleksiya haqqında geniş danışmışdır və disleksiyaya öncələr söz korluğu deyirdilər. Nəyə görə söz korluğu deyirdilər? Çünki ilk öncələr belə düşünüblər ki, disleksiyası olan uşaqlarda görmə pozuntusu var. Çünki onlar hərfləri qarışıq görür, sətirləri sətirdən atlayır, abzasları düzgün seçə bilmir, durğu işarələrini qoya bilmir və yaxud da hərfləri buraxırlar, hərfləri yeyirlər yazıda, oxuda. Buna görə düşünüblər ki, bu uşaqların görmə problemləri var. Ancaq sonralar məlum olub ki, bu uşaqlarda heç də görməklə bağlı bir problem yoxdur. Ona görə də bu diaqnozun adı məhz anadan gəlmə söz korluğu olaraq tanımlanmışdır. Mənim slaydım burada görünmür. Aytaç xanım. Yox, görsənmir. Mən onu istəyərdim paylaşım ki, çünki orada bəzi şəkillər də var. Ekranı paylaşa bilərsiniz, dokument hissəsindən görsənər. Müəllimə, sonra slaydı bizə atacaqsınız. Ataram. Çox sağ olun. Siz də sağ olun. Paylaş. Yox, tapa bilmədim. Əgər sonra atacamsa, sadəcə görsel olaraq olsaydı daha yaxşı olardı. Amma buradan İstəyirsinizsə bizə göndərin, mən elə paylaşım. ekran Paylaşılır, mən. Görsənir. Buradakı şəkli yəqin ki görürsünüz. Yəni disleksiyası olan uşaqlar hərfləri bu formada görür və buna yəni dans edən hərflər deyir türklər. Yəni sanki hərflər rəqs edir. Bu baxımdan, yəni bu səbəbə görə disleksiyanı anadan gəlmə söz korluğu adlandırıblar. Disleksiya özü bayaq dediyim kimi yetərsiz nitq mənasını ifadə edir və təbii ki daha çox rast gəlindiyi üçün xüsusi öyrənmə pozuntusu terminin yerində işlənir. Bunu da bayaq dedim, amma görülmə sıxlığı oğlanlarda 66%, qızlarda isə 34%-dir. Ümumiyyətlə inkişaf ləngimələrinin əksəriyyəti məhz oğlan uşaqlarında olur. Yəqin ki bunu müşahidə etmisiniz. Disleksiyanın növləri var. Gəlin bura baxaq. Disleksiyanın növləri var. Ən çox rast gəlinən növü fonoloji disleksiyadır. Fonoloji disleksiyada hərflərlə sözü əlaqələndirməkdə uşaq çətinlik çəkir. Məsələn, sözü oxuyur, ora qeyd eləmişəm T, O, P və sual verəndə ki, nə oldu? Tamam fərqli bir söz deyəcək. B, A, nə oldu? Uşaq başqa bir söz deyəcək. Yəni bu sırf disleksi əlamətlərdən biridir. Daha sonra ikinci vizual disleksiyadır. Vizual disleksiyada uşaq eyni olan, oxşar olan hərfləri bir-biri ilə qarışdırır və buna güzgü əksi də deyirlər. Yazanda da hətta bu hərfləri həm deyilişdə bunları qarışdırır, həm yazanda bu hərfləri tərsinə yazır. Səthi disleksiya sözləri bütöv halda tanımaqda çətinlik çəkir. Xüsusən də yazılışı və tələffüzü fərqli olan sözlərdə uşaq çətinlik çəkir və uzun sözləri daha çox olar qarışdırırlar. Hətta uzun sözləri deməyə belə çətinlik çəkirlər. Yazılı disleksiya sözlərin düzgün yazılması və qrammatik ardıcıllığın qorunmasında problem müşahidə olunur. Yazarkən hərf atlama, bitişik yazma, hərf ölçülərinin qeyri-bərabərliyi müşahidə olunur. Yəni sözü yazanda mütləq ki orada bir hərfi ya əlavə, ya hərfi artıq yazacaqlar, ya hərfi içərisindən yazmayacaqlar, xəbər sonluqlarını yeyəcəklər, nöqtəni, vergülü, bitişik yazacaqlar sözləri bir-birinə, böyük kiçik hərfləri bilməyəcəklər. Bu tip problemlərlə üzləşirlər. Kombinə edilmiş disleksiya isə bütün bu gördüyünüz disleksiya növlərinin qarşımıdır və ağır formalı disleksiya növü sayılır, hansı ki daha çox əqli geriliklə qarşılanan disleksiyadan məhz odur.
Disleksiya haqqında bir neçə miflər var, yəni yalanlar var, hansı ki düşünürlər ki, disleksi insanlar mütləq belə olur. Disleksi insanlarda mütləq bu xüsusiyyətlər olur, ancaq bu tamamilə yanlışdır. Bəziləri düşünür ki, disleksiyalı insanlar geri oxuya bilir, yəni bütün sözləri geridən oxuya bilirlər, sağdan sola doğru. Sonra disleksi insanlar sola xaydır. Xeyr, bu da yanlışdır. Çünki məsələn fonoloji disleksiyada daha çox tutalım, sola xaylıq müşahidə olunursa, vizual disleksiyada daha çox sağ əllə yazan insanlar müşahidə olunur, görülür. Buna görə də bu tamamilə yanlış bir şeydir. Və ən önəmlisi, ən əsası belə bir mif var ki, bütün disleksi insanlar yaradıcıdır və onların qeyri-adi bir istedadı var. Bu da yanlışdır. Çünki necə ki, tipik insanlar arasında istedadı olan, tutalım rəssamlıq bacarığı olan, aktyorluq bacarığı olan insanlar varsa, disleksi insanlar da belədir. Onlarda xüsusi bacarıq ola da bilər, olmaya da bilər. Disleksiyanın diaqnozunu məktəbə qədər dövrdən yox da, məktəb dövrünün sonlarını, yəni ibtidai məktəb dövrünün 2-ci, 3-cü sinifindən sonra qoyurlar. Bunun da səbəbləri var. Amma biz məktəbə qədər dövrdən də disleksiya əlamətlərini müşahidə edə bilərik. Bunu necə müşahidə edə bilərik? Ümumiyyətlə, disleksiya olan insanların əksəriyyəti nitqini gec açır. 3 yaşından sonra danışan insanlardır. Və biz bilirik ki, nitqin öz mərhələsi var. Nitqin hər yaş dövrünə uyğun söz bazası, cümlə, söz birləşməsi, cümləyə keçid, cümlə bazası olmalıdır. Və disleksi olan insanlarda nitq gecikir və məhdud dil bacarıqları, yəni söz bazasının az olması müşahidə olunur. Məsələn, 5 yaşına gəlib, amma uşaq kimi, bəbə kimi danışıq müşahidə oluna bilər. 5 yaşına gəlib cümlə qurmama müşahidə oluna bilər. 5 yaşına gəlib dislaylik danışma, yəni hərfləri düzgün tələffüz etməmə kimi problem müşahidə oluna bilər. Sintaksisdə çətinlik nədir? Xəbərləri, məsələn, bizim Azərbaycan qrammatikasında cümlələr hansı cür olur? Yəni xəbər bizdə sonluqda olur, mübtəda əvvəldə olur. Onlar bu tip problem, yəni bu tip cümlələri qurmaqda problemlər yaşayırlar. Xəbəri sözün əvvəlinə gətirə bilərlər, mübtədanı sonluğa apara bilərlər. Bu tip problemlər yaşayırlar. Koordinasiya pozuntusu. Koordinasiya pozuntusu deyəndə nə nəzərdə tutulur? Velosiped sürməkdir. Yəni tarazlıq tələb edən fəaliyyətlər pozulur. Düymə bağlamaqdır, yeməyini sərbəst şəkildə yeməkdir, zamokunu özü bağlamaqdır. Bu tip fəaliyyətlərdə problemlər yaşayırlar. Kiçik və böyük motorikanın zəif olması və yön qavramları. Yön qavramları dedikdə isə sağ, sol, yuxarı, aşağı, geriyə, önə doğru, yəni bu tip qavramları onlar qarışdırırlar. Mən ümumiyyətlə soruşmaq istəyərdim. Burada loqoped, ümumiyyətlə psixoloji ixtisasda olan insanlar var. Axşamınız xeyir. Bəli, mən psixopedaqoq kimi işləyirəm. Lap yaxşı, harda işləyirsən? Mən də Lap yaxşı. Mən nitq bacarıqlarını soruşmaq istərdim. Məsələn, mən burada birinci dedim ki, məktəbə qədər dövrdə uşaqlarda, disleksi olan uşaqlarda dil bacarıqları zəif olur. Bilmək istərdim ki, ümumiyyətlə yaş dövrünə görə 1 yaşda, 2 yaşda uşağın nitq bacarığı hansı formada olur? Cavab vermək istəyən varsa verə bilər. yəni məncə o uşağa görə dəyişir, uşağın anlama qavramasına görə dəyişir. Amma uşaq 1 yaşına qədər 1-2 söz işlətməli, artıq 2 yaşına qədər qısa cümlələr qurmalıdır. Yəni normal uşaq bunları eləməlidir. Əgər təbii ki, tipik uşaqlardan söhbət gedirsə, düzdür, yəni yaş normalarına görə, ümumiyyətlə inkişaf səviyyəsinə, əqli səviyyəyə görə bu dəyişə bilər. Amma biz əgər ümumi orta bir normadan danışırıqsa, burada ortalama olaraq 1 yaşında uşağın söz bazasında 8-10 söz olmalıdır. Yaş yarımında uşaq 2 sözü birləşdirməyə bacarmalıdır. 2 yaşında uşaqsa artıq ikili, üçlü cümlələri qurmağı bacarmalıdır. 3 yaşında artıq uşaq dialoqa girməlidir. Adını, yaşını, ailə üzvlərinin adını, qısa şeirlər deməyə bacarmalıdır. Amma məktəbə dövrdə, daha doğrusu bu disleksi olan uşaqlarda bu mərhələlər gecikir. 3 yaşında uşaq 1 yaşındakı kimi, yəni 8-10 söz bazası olur. 5 yaşına gəlir, şeirləri hələ deyə bilmir, öyrənə bilmir. Yəni bu tip problemlər özünü göstərir. Yəni bu tip problemlər uşaqda varsa məktəbə qədər dövrdə artıq onda disleksiyadan şübhələnməyə
əsas verir. Amma təbii ki, diaqnozu biz erkən qoya bilmərik. Ona görə ki, bu məktəbəqədər dövrdə olan problem diqqət əksikliyindən də bağlı ola bilər və yaxud da zəka inkişafının zəif olmasından da bağlı ola bilər və yaxud da pedaqoji baxımsızlıqla da bağlı ola bilər. Müəyyən uşaqlar var ki, 5 yaşına, 6 yaşına qədər bütün zamanını televiziya qarşısında, televizor qarşısında keçirirlər və təbii ki, bu da onların inkişaf etaplarının, akademik bacarıqlarının ləngiməsinə səbəb olur. Amma məsələn, məktəb dövründə artıq 2-ci sinifə gəlmiş, 2-ci sinifi bitirmiş bir uşaq ən azından hərfləri oxu, yazı bacarıqlarına yiyələnməlidir. Əgər bu sahədə problemlər yaşayırsa, sağını solunu ifadə etməkdə çətinliklər çəkirsə və motor bacarıqlarında problem varsa, bəli, bu zaman disleksiyadan şübhələnmək olar. Sonra məktəbəqədər dövrü dedik. İbtidai məktəb dövrü ilə bağlı da əlamətləri var. Akademik uğursuzluq. Akademik uğursuzluq uşağın oxu yazı bacarığına yiyələnməsinin zəifliyi ilə əlaqəlidir. Yəni onlar hərfləri tanımaqda, öyrənməkdə, səsləndirməkdə, yazmaqda çətinlik çəkirlər. Sonra yön qavramlarını öyrənməkdə çətinlik. Bayaq dediyim kimi yuxarı, aşağı, sağa, sola ən çox sağ-solunu qarışdırırlar bu arada. Kiçik və böyük motor bacarıqlarının zəifliyi, yazı və oxu bacarıqlarında çətinlik, özünü ifadə etmə zəifliyi və ümumiyyətlə qeyd edeyim ki, disleksiyası olan insanlar hətta qohumluq əlaqələrini belə fərqləndirməkdə çətinlik çəkirlər. Məsələn, atanın bacısı sənin nəyindir, atanın qardaşı sənin nəyindir tipli sualları versəz, onlar burada çətinliklər yaşaya bilərlər və yaxud da xala kimə deyirik, dayı kimə deyirik, bu şəkildə problemlər yaşayırlar. Və yetişkinlərdə görünən ümumi xüsusiyyətlər də var. Yəni təbii ki, disleksi ömür boyu davam edən bir problem olduğu üçün yetişkinlərə də yansıyan onun müxtəlif əlamətləri ola bilir. İlk öncə özünə hörmətin aşağı olması. Bu nə deməkdir? Məktəb dövründə uğursuz olan uşaq təbii ki, istər-istəməz bir növ sinifdə kənarlaşır və bu da onun özgüvəninin aşağı olmasına və ətrafdan təcrid olunmasına gətirib çıxardır və özünə qapanıq olmasına gətirib çıxardır. Ona görə də çətinliklərini gizlədir. Ümumiyyətlə bir problem, özünə ifadə bacarığı zəif olduğu üçün hər hansısa bir problemi olduqda onu insanlarla bölüşməkdə çətinlik çəkir. Üzləri xatırlamaqda çətinlik çəkir. İnsanların üzlərini tez unudur, insanların adlarını tez unudur. Sözlərdən səhv istifadə edir. Yəni oxşar sözləri bir-birindən qarışdıra bilir. Misal üçün həyat sözündən həyat sözü, o onları fərqləndirməkdə çətinlik çəkir. Şifahi göstərişləri xatırlamaqda çətinlik çəkir. Məsələn, siz ona bir yolu başa salsaz, şifahi şəkildə o gedib o yolu tapa bilməyəcək. Sağ, sol, şimal, cənub qarşılıqlığı bu kimi problemlər yaşayır. Bir də orada qeyd eləməyə unutdum. Məktəbəqədər dövrdə biz bilirik ki, uşaqlar fəsilləri, ayları, bu kimi ardıcıllıqları öyrənirlər. Amma disleksi uşaqlar üçün bu çox çətin bir perioddur. Çünki onlar ardıcıllıqları itirirlər. Məsələn, ayların ardıcıllığını saydırsaz, onlar onu ardıcıllı şəkildə saya bilməyəcək. Fəsil ardıcıllığı da, aylar, həftənin günləridir. Bu şəkildə sıralamada çətinlik çəkirlər. Yaddaş. Bizim öyrənməmiz təbii ki, bizim yaddaşımızdan asılıdır. Əgər bizim yaddaşımız zəifdirsə, yaddaşımız qısa müddətlidirsə daha çox, bu bizim öyrənməmizə ciddi şəkildə təsir edəcək. Yaddaşımız 3 növə bölünür. Emosional, qısa müddətli və uzun müddətli. Emosional bizim sensor yaddaşımızdır. Bu anlıq yaddaş adlanır. Yəni biz bunu ani şəkildə görürük. Tutalım bir gülü iyləyiriksə, ani bir yolda hər hansısa bir nəysə maraqlı bir şey görürüksə, bu anlıq olaraq bizə yansıya bilir. Amma təbii ki, uzun ömürlü olaraq yadımızda qalmaya bilər. Buna görə də bu yaddaşa sensor yaddaş deyilir. Qısa müddətli yaddaş nədir? Qısa müddətli yaddaşı, əgər informatika bilənlər varsa, orada RAM var, RAM adlı bir yaddaş var. O kimi nəzərdə tutun. Yəni anlıq yaddaşdır. Biz hal-hazırda bunu oxuyuruqsa, bu informasiya bizdə var. Amma yəni orada informatikada belə bir şey var ki, kompüter sönəndə RAM yaddaş silinir. Qısa müddətli yaddaş da belədir. Bir müddət sonra artıq o informasiya itir və qısa müddətli yaddaşın ömrü də qısadır. Tutumu cəmi 15-30 dəqiqədir.
Və bizə lazım olan isə əsas təbii ki, uzun müddətli yaddaşdır. Amma bizə demək lazım olan informasiya birinci bizim qısa müddətli yaddaşımıza gəlir, qısa müddətli yaddaşımıza yazılır, daha sonra uzun müddətli yaddaşımızda depolanır ki, biz o informasiyanı yadımızda saxlaya bilirik. Amma disleksiyalı olan uşaqlarda uzun müddətli yaddaşda böyük çətinliklər yaşanır. Çünki onlar informasiyanı almaq, onu beynində biz informasiyanı alırıq, təbii ki, vizual olaraq alırıq. Sonra o informasiya bizim beynimizdə emal olunur, daha sonra yaddaşımıza yazılır. Amma disleksiyası olan insanlarda emal problemi yaşayırlar. Yəni onlar informasiyanı alsalar belə emal etmədə çətinlik çəkdikləri üçün uzun müddətli yaddaşa yazıla bilmir. Buna görə də disleksiyalı olan bir problemi işləmək üçün, disleksiyanı işləmək üçün bir deyil, bir neçə metodlardan istifadə olunur. Xüsusən də burada multisensor yanaşma tələb olunur. Əgər biz uşağa bir hərfi öyrətmək istəyiriksə, biz onu yalnız yazdıraraq, oxudaraq deyil, həm uşaq onu görərək, həm toxunaraq, hiss edərək öyrənməsinə şərait yaratmış oluruq. Uzun müddətli yaddaşın növləri semantik anlıq. Anlıq dediyim kimi sensor yaddaşdır. Biz anlıq olaraq onu görürük. Semantik yaddaş isə anlama, sözlərin və cümlələrin həqiqi mənaları, faktoloji suallar, analiz, təhlil, tədqiq. Yəni uşaq əgər analiz etmə bacarığı varsa, misal üçün bir mətni oxuyur, mətnin mənasını başa düşür, oradan sizə suallar verə bilirsə və yaxud da siz uşağa mətndən sual verəndə uşaq sizə onun cavabını verə bilirsə, bu onun semantik yaddaşı ilə bağlıdır. Semantik yaddaşı məktəbə qədər dövrdə də, məsələn, təxəyyülün yeni açıldığı dövrdə də biz izləyə bilərik. Məsələn, 3 yaşından sonra uşaqlar bizə niyə sualını verirlər? Əgər 3 yaşında uşaqda, 3 yaş yarımına olan bir uşaqda niyə sualı formalaşmayıbsa, onun anlama qavramasında müəyyən ləngiliklər müşahidə oluna bilər. Çünki 3 yaşa qədər uşaqlarda tanıma dövrüdür. Uşaq ətrafda gördüyü hər şeyi kəşf edir, tanıyır. 3 yaşdan sonra isə artıq o gördüklərini bir-biri ilə analiz etməyə başlayır. Məsələn, uşaq 3 yaşa kimi günəşi tanıyıb, 3 yaşdan sonra ona maraqlı olan nədir? Günəş nə üçün göydədir? Günəş niyə yerdə deyil? Nəyə görə bizim əlimiz ona çatmır? Bu tipli valideynə, evdəkilərə suallar verir və bu uşağın artıq təxəyyülünün artması ilə əlaqəlidir, fantaziyalarının güclənməsi ilə bağlıdır. Qapalı uzun müddətli yaddaş nədir? Əməliyyat yaddaşıdır. Bu daha çox hərəki yaddaş adlanır. Burada hərəkətlərimiz, düymələmək, velosiped sürmək, qələm tutmaq kimi motor bacarıqlarımız özünü göstərir. Ancaq disleksiya problemi olan uşaqlarda burada, yəni bu sferada, qapalı yaddaşda böyük çətinliklər yaşayır. Onlar bayaq dediyim kimi düymələmək, velosiped sürmək, qələm tutmaq kimi bacarıqlarda geriləmiş olurlar. Disleksiyanın əlamətləri hansılardır? Danışma, yazma və oxuma sferasında özünü göstərir. Danışma, danışığı gec öyrənmə, sözləri tələffüz eləməkdə çətinlik, tapşırıqları yerinə yetirməkdə çətinlik, əvvəl sonra sağ-sol bayaq dediyim kimi bu anlayışlarda çətinlik yaşayırlar. Tapşırıqları, ümumiyyətlə müəllim evə bir tapşırıq verirsə, onu gəlib evdə valideynə çatdırmaqda belə çətinlik çəkirlər və yaxud da evdə valideyn hər hansısa bir təlimat verəndə onu tez unudurlar. Məsələn, uşağa hər hansısa bir ikili, üçlü komandadan ibarət tapşırıq verilsə ki, get şkafın içərisindən olan, ikinci polkada olan qırmızı koftanı mənə gətir. Onlar artıq yəni o cür təlimatlarda problem yaşayacaq. Ya gedəcək, geri qayıdacaq, ya da gedib tamam başqa bir şey gətirəcəklər. Oxumalı öyrənməkdə çətinlik çəkirlər, yəni sözlərdə hecanı saymaqda çətinlik çəkirlər, hərflərin səslərini öyrənməkdə çətinlik çəkirlər, hərflə səsi eyniləşdirə bilmirlər. Məsələn, A desək, onlar A-nın hansı hərf olduğunu məsələn göstər desək, onlar onu eyniləşdirib deyə bilməyəcəklər. Hərflərin adlarını və formalarını xatırlamaqda çətinlik, uzun sözləri oxuyarkən ləngimək, ucadan yavaş və çətinliklə oxumaq. Bu, yəni ümumi disleksiya haqqında olan məlumatlardır. Amma təbii ki, disleksiya dərəcələndiyi üçün, məsələn, bütün əlamətlər bir uşaqda olmaya bilər. Ola bilər ki, bir uşaqda bunlardan yalnız bir neçəsi var və yaxud da çox ağır formada deyil də, çox yüngül formadadır. Məsələn, sinifdə belə uşaqlar var ki, oxu sürəti yaşıdlarına görə zəifdir. Biz onlara biraz zaman versək, biraz yəni təkan versək, onlar gəlib yaşıdları səviyyəsinə çata bilir. Yəni, çox da geridə qalma müşahidə olunmur o uşaqlarda. Sadəcə onlar zamanla bağlı çətinliklər yaşayırlar. Bu barədə də təbii ki, məktəb müəllimlərinin də onlara dəstək olmağı mütləqdir.
Sonra bunları keçdik. Sonra ibtidai, bayaq dediyim kimi ibtidai məktəb dövründə əlamətlər burada biraz geniş vermişəm. Buna baxsaz yaxşı olar. Oxumağı gec və çətin öyrənirlər, yavaş və səhv oxuyurlar. Yazı pozuntuları çox tez-tez müşahidə olunur. İçinizdə məktəb müəlliməsi olan var, məktəbdə çalışan? Müəllimə, mən ibtidai sinif müəlliməsiyəm, ancaq təlimçiyəm. Evdə uşaq hazırlaşdırıram. Dövlət işindəyim. Aha, lap yaxşı. Sizin sinifinizdə, qrupunuzda belə disleksi olan uşaqla qarşılaşmısınızmı? Ümumiyyətlə hamı uşaqlarımda var demək olar ki, hərəsində bir növ yazı olan var. Bəzisi var müəllimə Azərbaycan dilindən yaxşı da oxuyub anlaması əladır. Riyaziyyatdan heç nə başa salmaq olmur, uşaq heç nə götürmür. Aha, aydındır. Bəzisinin riyaziyyatı yaxşıdır, amma oxuyub anlama, bir də qaydaları yadında saxlama, bunları heç cürə bacara bilmir, o da var. Heç nə götürməyən uşaq da var. Demək olar ki, bütün hər uşaqda bu problemlər var. Hərəsində biraz. Bəli. Biraz ola bilər, yəni hər bir uşaqda, məsələn, tutalım uşaq riyaziyyatı yaxşı bilmir, amma oxunu yaxşı oxuyursa, onda diskalkülü olmaya da bilər. Sadəcə riyazi marağın, riyazi tərəfə olan marağın zəifliyi ola bilər ki, uşaq üçün o artıq maraqsızdır və yaxud da bir çətin gəlir, buna görə onu oxumaq istəmir. Amma əgər içlərində tutalım riyaziyyata aid olan belə deyək də teoriyalar var da orada, tutalım vurmadır, bölmədir, onların qaydaları var. Əgər o qaydalarda çətinlik çəkirsə, qaydanı heç cür anlamırsa, bir də orada Elədir. aha, məsələn Anladım. 9-a, 3-ü E kimi yazırsa, bu kimi problemlər varsa, burada diskalküli, hətta disleksiya müşahidə oluna bilər. Diskalkülü daha çox riyazi terminləri anlamaqda çətinlik çəkir. Məsələn, vurmanın qaydasını yadında saxlaya bilməz, vurmanın qaydasını əzbərləsə də tətbiq eləyə bilməz. Yəni anlamır onu. Hə, müəllimə, anlamır. Mənim bir qız şagirdim var. Mən məsəl üçün deyirəm 6 vur 9, 1-1 başdan sayır. Belə əzbərlənir, 1-1 başdan sayır. Yəni o qədər yazdırmışam, heç əzbərə də oturmur ona. Bilmirəm o uşaqla mən necə işləyim ki, o onu əzbərləsin. Neçə yaşı var? 4-cü sinifdə oxuyur müəllimə, 10 olacaq. Artıq yəni onu qavramalıdır. Ümumiyyətlə dediyim disleksiyalı olan bir uşaqla işləyiriksə, biz onu sadəcə, yəni eyni bir qayda ilə işləməməliyik. Biz onu çöpləri olsun, domino daşları olsun, zər olsun, plastilin olsun, hər bir şeylə biz o uşağa bir-bir onları addım-addım öyrətməliyik ki, o yazsın. Təbii ki, yəni biz misal üçün əgər vurmada çətinlik çəkirsə, biz birbaşa vurmadan deyil, daha ibtidai mövzulardan başlamalıyıq. Toplamadan, çırpmadan, yavaş biz onu böyüdüb gətirib vurmaya çatdırmalıyıq. Təbii ki, bir də əgər uşaq ibtidaidən də problem yaşayırsa, daha sadə, bəsit tapşırıqlardan problem yaşayırsa, biz birbaşa vurmadan başlasa, vurma onun üçün çox böyük bir yük olar və oradan başlasaq biz heç vaxt nəticə əldə edə bilmərik. Müəllimə, elə zəif idi, üstə gəlməsi idi, çıxmasıdır. Bunlar çox zəif idi. Onları normaya salmışıq. Alt-alta toplamada bunları hamısı normaya salmışıq. Amma əminəm bir dənə bu vurmanı normaya sala bilmirik. Elə başdan özü əzbər gəlib tapır. Mütləq başdan gəlməlidir. Hə, elə bilir. Ortadan sual verəndə o ortadan heç vaxt deyə bilmir. Özü gözlərini yumub başlayır, göz yaddaşı da yəqin ki, başlayır sayır. Sonra mənə deyir ki, budur. Yadında saxlama şəkli o cür formalaşıbdır. Amma onun da bəzi metodikalar var. Düzdür, mən bugün diskalkülünü bura əlavə eləməmişəm, amma bəzi çalışmalar var. Onları ataram sizə. Siz o tapşırıq onlarla. Rəhmət olun. Çox sağ olun mənə. Çox yaxşı olaram. Sağ olun. Hə. Sonra imla və durğu işarələrində səhvlər edirlər. D ilə B-ni, P ilə B-ni qarışdırırlar. Oxuduqlarını anlama problemi yaşayırlar. Oxşar hərfləri qarışdırırlar. Dağ yerinə bağ, şal yerinə sal, yəni nöqtəli, tutalım aşağısı xəttdə olan hərfləri, üstü nöqtəli olan hərfləri bir-birindən qarışdırırlar. Hərf sırasını qarışdırırlar. Burada yazılan kimi qız yerinə zıq və ya ız kimi yazırlar. Oxşar kəlmələri qarışdırırlar, tərs yazırlar. Ən çox deyirlər ki, disleksi olan uşaqlar güzgü effekti kimi yazır. Bəli, bu uşaqlarda yəni söz hərfləri, məsələn, 3-ü E kimi yazmaq, N-nı O kimi yazmaq kimi hallar müşahidə olunur. Sonra disleksiyanın 4 kateqoriyası var. A, B, C, D kateqoriyası. Bu haqqda çox əlavə eləmədim ki, sizə şifahi məlumat verim. A ən yüngül kateqoriyadır. Yəni bu əlamətlərdən cəmi biri müşahidə olunur.
Bu da o deməkdir ki, bu uşaq təhsil həyatını normal şəkildə davam edə bilər və çox da uğurlu ola bilər. Amma əgər bu uşaqlarda 2, 3, C, B və D kateqoriyasına aid olan, yəni 2, 3, 4 və daha yuxarı əlamətlər varsa, bu artıq ağır dərəcələr sayılır və mütləq fərdi yanaşma tələb edir. Xüsusən D kateqoriyası ən ağır, disleksiyanın ən ağır dərəcəsidir ki, orada bir çox əlamətlər, disleksiyanın bir çox əlamətləri özünü göstərir və bir neçə sferada həm disleksiyası var uşağın, yəni həm oxu çətinliyi var, həm yazıda çətinliyi var, həm riyazi çətinliyi var, həm də dispraksisi var, yəni motor çətinliyi var. Bunların dördü də artıq cəmləşəndə təbii ki, uşağın məktəbə getməsi də bir fayda vermir. Öyrənmə çətinliyi diaqnozu iki mərhələdə araşdırılır. Bunun həm tibbi, həm də psixotəhsil tərəfləri var. Tibbi tərəf dedikdə nə nəzərdə tutulur? Təbii ki, əgər bir uşaq gəlirsə, tutalım hər hansısa bir şikayətlə valideyn gətirirsə, biz ilk öncə uşağı dəyərləndiririk və dəyərləndirmə birinci uşağın anamnezindən başlayır, uşağın hamiləlik dövründən başlayır. Hamiləliyi necə keçib ananın, doğuşu necə olubdu, doğuşun təbii olmağı, keçir olmağı, uşağın oksigen çatışmazlığına məruz qalıb qalmamağı, bunlar hər biri, yəni cift dolanmanın olub olmamağı, bunların hər biri uşağın inkişafına təsir edən fakt ola bilər. Çünki əgər beyində bir patologiya olubsa, yəni doğuş anında bir travma olubsa, bu da irəlidə təbii ki, uşaqda disleksiyaya səbəb ola bilir. Çünki disleksiya zamanı disleksiya odur ki, yəni beyində nitq emal edən sahə pozulub, yəni nitq mərkəzi pozulubdur. Buna görə də uşağın anlama qavramında və nitqində ciddi problemlər özünü göstərir. Daha sonra qulaq, burun, boğaz, nevroloq, oftalmoloq və uşaq psixiatrlarının müayinəsi aparılır. Bunlar nə üçündür? Əgər uşağın hərflərdə hərfi səhv eşitməsi və yaxud da səhv yazması varsa, bu təkcə disleksiya ilə bağlı deyil, hətta eşitmə ilə bağlı da ola bilər. Eşitmə azlığı olan problemlərdə bəzən olur ki, uşaq hərfi fərqli eşidir. Buna görə də mütləq şəkildə uşağı biz Bera testindən, yəni eşitmə testindən keçirdirik. Bəzən olur ki, uşağın eşitməsindən biz şübhələnirik, amma uşağın nitqi olduğu üçün valideyn bundan şübhələnmir ki, mənim uşağım danışır, yəni məsələn adını çağırıram, baxır, sevdiyi multfilm olanda reaksiya verir, gəlir. Bu eşitmənin dərəcəsini təyin edən bir obyekt deyil. Çünki eşitmə elə bir belə deyək də, eşitmə azlığı elə bir problemdir ki, hətta 4-cü dərəcədə belə, yəni ən ağır dərəcə 4-cü dərəcə sayılır. Orada belə uşaq müəyyən səslərə reaksiya verə bilir. Sadəcə biz valideynə həmişə belə izah edirik ki, əgər uşağın eşitməsində problem varsa, siz düşünməyin ki, uşaq eşitmir. Uşaq eşidir. Sadəcə düşünün ki, suyun altından sizin səsinizi eşidir, qalın bir turbanın içindən eşidir. Ona görə də yəni hərfləri doğru şəkildə, aydın şəkildə eşitmir deyə biz mütləq eşitmə testinə uşaqları keçirtməliyik. Burun boğaz problemi nə ilə bağlı ola bilər? Əgər uşağın burun əti varsa, 3-cü, 4-cü dərəcəli, bu artıq uşağın birbaşa oksigensiz qalmasına səbəb olur. Uşağın beyni qanla normal şəkildə qidalanmır. Bu da ona ciddi şəkildə oxu-yazı problemi, yəni öyrənmə çətinliyi, diqqət defisiti problemi yarada bilir. Ona görə də əgər uşağın bu tip, misal üçün oxu-yazı problemi görürsünüzsə, diqqət problemi görürsünüzsə, uşaqda ağzı açıqlıq, gözaltı torbalanma, qulaq gəlməyi, bu kimi hallar görürsünüzsə, mütləq onu lor həkiminə yönləndirməyiniz tövsiyə olunur. Nevroloq müayinəsindən keçməlidir, çünki beyin EEG-si, başın EEG-si olunmalıdır. Başda hər hansısa bir nevroloji durum varmı, yoxdurmu yoxlanmalıdır. Oftalmoloq dediyim kimi biz onun görməsindən də şübhələnə bilərik, ona görə görmə mütləq yoxlanmalıdır. Əgər bu halların heç birində bir problem yoxdursa və uşaq psixiatrı da rəy verirsə ki, uşaqda öyrənmə çətinliyi var və təbii ki, bu zaman disleksiya diaqnozu qoyulur və uşağın mütləq 8 yaşdan yuxarı olmalıdır bunun üçün. Sual olan varmı? Var Günlar xanım, axşamınız xeyir olsun. Mənim qızımın 9 yaşı olacaq dekabr ayında. Belə qısa bir xronologiyasını deyim. 4 yaş yarımından mən onu məktəbə gedərək qoydum. Çünki 5 yaş yarımından artıq məktəbə başlatmağı düşünürdüm. Amma gördüm ki, nəsə ağır irəliləyir anlaması, qavraması. Düşündüm ki, yəqin çox tezdir. Bir ildə uzatdım vaxtını. Nəticə etibarilə 6 yaş yarımında qoydum məktəbə. Birinci sınıfda görürdüm ki, hərfləri sürətlə keçirlər. İndi bilirsiniz, hərflər çox sürətlə bitir. Oxuma sürəti dəqiqədə 19-17 söz arası idi.
Dedim yəqin birinci sinifdir. Mart ayında bir test elədilər məktəbdə. Uşaqlar var ki, oxuma sürətləri dəqiqədə 70-80 söz idi. Mənim qızımda hələ də 23 söz idi, cəmi 23 söz. Bu məni çox narahat elədi və bu işin üstünə düşdüm və bir də qızımda o B, P, D, T-larda problem var idi. Məsələn, səhər görürdü, hərfləyirdi S, Ə, H, Ə, R, deyirdi təhər. Diqqətli ol, deyirdi təhər. Deyirdim bir də bax. Belə oxuyur S, H, Ö, hər, təhər. Artıq bunu çox narahat elədi. Biz bu ilin sentyabrından 2-ci sinifin oktyabrından deyim, psixoloqa müraciət elədik. Psixoloq test elədi. Mən %100 disleksiyadan şübhələnirdim, amma DHB diaqnozu qoydu. DHB-nin də diqqət əksikliyi, hiperaktivliyi qəti sürətdə yoxdur. Qəti. O qədər anlayışlı, uysal, sözə baxan bir uşaqdır ki, sakit. Amma D əksikliyi və biz proseslərə başladıq. Fevral ayının sonuna qədər testlər işlədik, gizli şəkillər tapdıq, xüsusi testlər işlədik, hər bir proses. Sonra siz necə, əlaçılıqla bitirdi birinci semestri, amma yəni əziyyət çəkdiyi qədər bəhrəsini görmür də. Bu uşaq həqiqətən əziyyət çəkir dərsdə. Mən bunu görürəm evdə, saatlarla oturur, məşğul olur. Riyaziyyatın məntiqi super ötəsidir, super. Amma oxuyub, anlama demirəm də, yəni sərbəst oxuma, dəqiqədə 60-70 söz oxuma yoxdur. Maksimum 30-a çatar, o da qısa-qısa sözlər, 3 hərfli sözlər olsa mətnin içində çoxlu. Axırı bəzi psixoloq, mən deyim ki, psixoloqa müraciət edim ki, mən hələ də nəsə də görürəm ki, çox az zəif irəliləyiş gedir. Dedi, o zaman mən sizi nevropatoloqa yönləndirim. Nevropatoloqa da getdik. O da dedi ki, DHB-dir, baxan kimi bilinir, çünki diqqəti çox dağılır. Yəni biz otaqda söhbət eləsək belə, o artıq bu otaqda deyil. Dedim, doktor, bəlkə disleksiyadır. Dedi, DHB-dirsə %100 disleksiyası da var. Aydın. Sonra o da test elədi. Dedi ki, yox, yaxşı işlənmiş uşaqdır, yaxşı işlənib, belə bir problem görmürəm, narahat olmayın və dərman yazdı. Biz dərmana başladıq. Yəni düzü deyim, tam səmimi deyim, fevral ayının 1-dən dərmanı içirik. Hələ də bir belə wow geri dönüş almamışam. Ne bilməm, zaman düzələrmi? Nə dərmanı verirsiniz? Dərmanın adını deyərəm. Hə, aydındır. Çox sağ olun. Mən ilk öncə onu deyim ki, əgər uşaqda diqqət əksikliyi varsa, %100 disleksiya olacaq deyə bir şey yoxdur. Sizin uşağın da maşallah potensialı var. Əgər onun disleksiyası olsaydı, o dərslərini uğurla bitirə bilməzdi. Çünki dərs dedikdə burada oxu da var, yazı da var, hər bir şey nəzərdə tutulur və ən azından onlarda geri qalardı. Demək ki, uşağınızda disleksiya yoxdur. Diqqət əksikliyi özü isə çox, yəni bəzən disleksiyadan da ağır kimi görünən bir problemdir. Yəni patoloji halda çox ağır problem sayılır. Onun da ciddi fəsadları olur. Ona görə də düz eləmisiniz, üstünə düşmürsünüz. Müəyyən mənada da korreksiya eləmisiniz. Sadəcə olaraq diqqət əksikliyi daima kontrol, ən azından yetkinlik yaşına qədər kontrol olunması bir problemdir və mən sizə tövsiyə edərdim, bilmirəm indi yoxlatmısınız yoxsa yox, uşağın qan dəyərlərini, vitamin D-sini, dəmirini mütləq yoxlatın. Az çıxdı, hal-hazırda vitamin D verirəm, onu da yoxlatmışam. Burun ətini kəsdirmişəm. Beyninə gedən oksigeni tənzimləmək üçün onu da həkimə aparmışam, onu da yoxlatmışam. Yəni diqqətim üzərindədir. Və müəyyən mənada da korreksiya eləmisiniz. Yəni yenə deyirəm, uşağın bu dərslərinə əgər əlaçılıqla bitiribsə və bu buna belə deyək də həyatına təsir eləmirsə, yəni siz ciddi şəkildə narahat olmayın. Sadəcə diqqət əksikliyi problemini kontrolda saxlayın. Diqqət əksikliyi ciddi bir patologiyadır. Yəni irəlidə məsələn yetkinlik dövründə, gələcəkdə iş tapma dövründə, ailə qurma dövründə insana çox şeylər yaşada bilən bir problemdir. Və bayağıdan da narahat idim. Çünki mən ona testlər eləyirəm evdə. Evdə balaca başqa uşaqlar da var. Düz uşaqlar arasında müqayisə eləmirəm, amma istər-istəməz o hamısından böyükdür yaş olaraq. Yaxın yoldaş deyirəm ki, belə bir test elədim o günlərdə ona. Dedim ki, məsələn, əvvəlki sözü deyirəm, sonraki sözü deyirəm, əvvəlki sözü səndir. Yaşıl, qırmızı, o deməlidir yaşıl. Sonra mən deyəcəm mavi, o deməlidir qırmızı. Mən deyəcəm pişik, o deməlidir mavi. Belə 10%-in deyə bildi ya deyə bilmədi. O zaman bizim ciddi diqqət əksikliyimiz var. Və mən sizə tövsiyə edərdim ki, onu yaxşı bir həkim yanına aparın. Və ümumiyyətlə başın EG-sini elətdirmisiniz? Onu elətdirməmişəm. Onu harda məsləhət olar? Elətdirin. Yazarsınız mənə, danışarıq sizinlə. Nömrəm elətdirin, yəni yaxşı bir yerdə elətdirin. Onun cavablarına uyğun bir qəşəng nevropatoloq müalicəsi alsa çox yaxşı olar. Tamam. Çox sağ olun. Mütləqdir. Diqqət testləri olsun. Mütləq bunları, yəni bu gimnastikaları mütləq elətdirməlisiniz ona.
Tamam. Müəllimə, mən də bir sual verə bilərəm. Buyurun. Bayaq sizə dedim, o 10 yaşlı qız uşağı da. Mən onun mamasına hansı həkimə məsləhət verə bilərəm? Nevropatoloq yoxsa psixoloq? Psixoloq həkim deyil, yəqin ki, psixiatr demək istəyirsiniz. Hə. Orada da Aha. uşağı müayinə eləmək lazımdır. Biz bilməliyik ki, bu uşağın problemi daha çox nevrolojidir, yoxsa psixiatrikdir. Onu əsasən biz təyin etməliyik. Əgər şübhəmiz sırf misal üçün bu anlama qavrama üzərindədirsə, çox yaxşı olar ki, bir nevroloq yanına getsin. Biz beyin qidalanmasını mütləq bilməliyik. Beyin hansı səviyyədə qidalanır. Əgər orada bir problem çıxmasa, o zaman uşaq psixiatrına müraciət eləmək. Mən testlərini keçirmişəm, diqqət çox aşağıdır, bir də IQ səviyyəsi aşağıdır. IQ aşağıdırsa, burada уже disleksiyadan söhbət gedə bilməz. Onun Hə. bağlı problemi var. Və təbii ki, pedaqoji, psixopedaqoji dəstək almalıdır. Aha, olsun müəllimə, çox sağ olun. Siz də sağ olun. Dediyim kimi, yəni biz harda qalmışdıq? Tibbi qiymətləndirməni keçdik, sonra psixotestil qiymətləndirməsinə və bu bizdə elə bir ki, ən çox dəyərləndirilən sahədə psixoloqlar arasında məhz budur. Müsahibə aparırıq valideynlə. Təbii ki, uşaq haqqında olan şikayətləri və ailə tərkibi, uşaq necə bir ailədə böyüyür. Məsələn, təhsilin səviyyəsinin aşağı olmasına ailədən də kimsə təsir edə bilər. Mühit faktoru da ola bilər və yaxud da diqqətsiz yanaşma ola bilər. Buna görə mütləq bunları aydınlaşdırmaq lazımdır. Anamnezi bayaq dediyim kimi mütləq toplayırıq. Uşaq ümumiyyətlə doğuşu olsun, sonrakı inkişafları olsun, nə vaxt yeriyib, nə vaxt dili açıb, əmgəyə nə vaxt bağlanıbdır, nə vaxt oturubdur. Hər bir inkişaf vaxtında getməlidir ki, biz artıq burada yəni inkişafı düzgün dəyərləndirə bilək. Müşahidə edirik özümüz uşağı, təbii ki, uşaqla müəyyən testlər edirik, uşağa müəyyən suallar veririk. İntellektual səviyyəsini mütləq yoxlamalıyıq. Çünki bayaq dediyim kimi, əgər bir uşağın intellekt problemi varsa, zəka şkalası, yəni IQ şkalası, normal zəka şkalası 90-110 arasında dəyişir və biz bunu müəyyən intellekt testləri var, onların sayəsində ölçürük və bilirik. Əgər uşağın intellekt səviyyəsi 90-ın altındadırsa, biz bu zaman disleksiya deyə bilmərik. Çünki disleksiya diaqnozu qoymaq üçün uşağın zəka səviyyəsi normal və normaldan üstün olmalıdır. Yəni uşağın intellektində heç bir problem yoxdur, sadəcə oxu-yazı və anlama qavrama kimi, yəni sırf bu məkan, yön anlama qavrama kimi problemlər özünü göstərir. Oxu-yazı riyaziyyat bacarıqlarını yoxlayırıq və burada olan testlər var. Viskar testidir, zəka inkişaf testləridir. Onları həyata keçiririk. Viskar testi çox vaxt apardığı üçün hər dəfə, həmişə yəni tətbiq olunmur. Bizim əlimizdə də olan zəka testləri var. Katel testi var ki, onun nəticəsində də yəni 7 yaşdan yuxarı uşaqlara tətbiq olunur və biz onunla da uşaqların zəka səviyyəsini ölçə bilirik. Belə, əgər dediyim kimi burada hər bir şey normaldırsa, o zaman biz uşağa disleksidir deyə bilərik. Diaqnoz neçə yaşdan qoyulur? Bayaq dediyim kimi 7-8 yaşdan qoyulur. Ona görə ki, biz artıq uşağa ən az 2-ci sinifə qədər uşağı izləmişik. Uşağın üzərində müəyyən tapşırıqlar, yəni uşaqla müəyyən tapşırıqlar həyata keçirtmişik. Ancaq yenə də uşaq tapşırıqlarda yetərsiz olur və yaxud da uşaqlar var ki, 1-ci sinifdən artıq valideyn onları hazırlığa qoyur, yenə də yetərsizliyi özünü göstərirsə, demək ki, artıq burada disleksiya əlamətləri özünü göstərir. Məktəbə qədər dövrdə disleksiya əlamətləri danışıqda gecikmə, gündəlik işləri yerinə yetirə bilməmə, ayaqqabı geymək və bağını bağlamaqda çətinlik çəkmə, nömrə ardıcıllıqlarını öyrənməmək, rəngləri qarışdırmaq kimi görünür. Bütün bunlarla yanaşı böyüklərə də disleksiya diaqnozu qoyula bilər. Bəli, rəngləri də qarışdırırlar, fiqurları da qarışdırırlar bir-birinə, dairəyə üçbucaq deyəcək, üçbucağa kvadrat deyəcək. Neçə dəfə, məsələn, valideyndir ki, dəfələrlə mən bunu öyrətmişəm, amma heç cür yadımda saxlaya bilmir. Disleksiyada əsas problem budur. Hər şey normaldır, ancaq akademik bacarıqlarda ciddi problemlər yaşayır. Öyrənmədə əsas metodlar multisensor yanaşma. Bayaq dediyim kimi, biz əgər bir problemi, yəni öyrənməni işləyiriksə, burada həm görmə, həm eşitmə, həm toxunma vasitəsilə öyrətməliyik. Yəni tutalım əgər bir hərfi uşağa öyrədiriksə, uşaq həm hərfi görür vizual olaraq, həm səsləndiririk, eşidir, həm toxunma vasitəsilə. Məsələn, plastilindən həmin hərfin biz formasını uşaqla bərabər düzəldirik və yaxud da qumun içərisində həmin hərfi uşaqla bərabər yazırıq və yaxud da uşağın kürəyində belə tapşırıqları yəqin ki, görmüsünüz. Həmin hərfin formasını çizirik əlimizlə və uşaqdan da həmin hərfin adını deməyə və yaxud da yazı öyrədiriksə, qumun üzərində həmin yazını uşağın, həmin hərfi uşağın özünün yazması
olmasına dəstək olmuş olur. Sözləri hecalara bölməyi öyrədirik. Bunu əl çalma. Məsələn, biz uşağa desək ki, kitab sözünü hecala, o burada çox çətinlik çəkəcək. Amma əl çala-çala, məsələn, tutalım kitab sözündə neçə heca var? Neçə dəfə əl çalmalısan? Kitab 2 dəfə əl çalmalıdır. Artıq o bundan özü də artıq fərqləndirəcək ki, kitab sözü 2 hecalıdır. Və yaxud da əgər hecalarda uşaq çətinlik çəkirsə, kitab sözündə, məsələn, kini ayrı, tabı da ayrı şəkildə rəngləmək olar. Kini bir rəngləmək, tabı da, məsələn, kini qırmızı, tabı yaşıl şəkildə rəngləmək olar ki, uşaq artıq hecanı fərqləndirə bilsin. Təbii ki, biz bunu bir müddətli edirik. Bir müddətdən sonra onsuz da avtomatlaşma yaranır və uşaq müəyyən qədər bu problemlərin öhdəsindən özü gələ bilir. Vurğu və uzunluq, saatlərin uzun və qısa tələffüzünü fərqləndirmək. Məsələn, biz uşağa saat sözündə saatı sat deyə tələffüz eləmirik, saat deyə tələffüz edirik. Əgər burada A səsi uzundursa, biz qollarımızı A-nı tələffüz edərkən qolumuzu yana doğru açırıq və burada uşaq artıq başa düşür ki, mən A səsini uzatmalıyam. Əgər qısa bir, məsələn, bağ sözüdürsə, artıq əlimizi bağlayırıq və əl çalırıq ki, yəni uşaq burada səsi uzatmadan deyə bilsin. Sonra müəyyən tapşırıqlar var. Eyni sonluqla bitən sözləri tapmaq, qarışıq hərflərin içindən hədəf hərfi tapmaq. Məsələn, M hərfini öyrədirsinizsə, M-nı, məsələn, qarışıq hərflər verirsiniz, içərisindən ancaq M olanı tapır və yaxud da ancaq M ilə başlayan sözləri tapır. Yəni, siz bir tapşırığı dediyim kimi və yaxud da M şəklindən başlayan bir, məsələn, maşınla M hərfini eyniləşdirir. Yəni, bir tapşırığı öyrətmək üçün, bir hərfi öyrətmək üçün bir neçə metoddan istifadə edirsiniz. Sonra burada əyləncəli öyrənmə var. Bu da çox maraqlıdır. Məsələn, B və D-ni hekayələşdiririk ki, B-nin qarnı var, B-yə göbəkli deyirlər türklər. D-nin isə belində çantası var. Uşaq artıq bu şəkildə, yəni şəkil olaraq yadında saxlayır ki, B hansı tərəfə baxır, D hansı tərəfə baxır. Çünki D-nin dairəsi arxa tərəfdə qalır da, xəttin arxasında qalır. Ona görə uşaq düşünür ki, bunun arxasında çantalı olan deməli D hərfidir. B-nin isə qarşısında olduğu üçün B-nin də qarnı var deyirik. Hətta uşağın əlinin də qarnına vurub göstəririk ki, bax, bu sənin qarnına toxunursa, deməli B hərfidir. Burada bayaq dediyim məsələn, bədən əlifbası sağ əlini qarnına və ya belinə aparsın. Sonra taktil çalışma işləyə bilərik köpüklə. Belinə köpüklə B-ni və ya D-ni çəkirik. Bel açıq olmalıdır ki, uşaq onu hiss eləsin. Hansı hərfi olduğunu uşaq qumun üzərində özü təsvir eləyir. B-ni çəkərkən əvvəl xətt, sonra qarnı, B çəkərkən əvvəl xətt, sonra qarnı, D çəkərkən əvvəl xətt, sonra çantası. Yəni, bu şəkildə uşağa istiqamət veririk. Görsəl fərqləndirmə, qarışıq B və D-ni tapırıq ki, uşaq onları ayırsın. Hansı B-dir? Tutalım, B-ləri yaşıl rənglə, D-ləri qırmızı rənglə. Sonra söz ovu oyunu, baba, dədə, balıq, dəniz, B ilə D ilə başlayan bütün sözləri, yəni kartları kəsirik, bir qabın içərisinə atırıq və hər dəfə çıxartdıqca uşaq səsi doğru desə, biz onu artıq qiymətləndiririk. Qiymətləndirmə müəyyən balla ola bilər, stikerlə ola bilər, alqışlarla ola bilər, afərin sənə, yəni təriflə ola bilər. Təbii ki, burada uşağın marağı nəyədirsə, artıq onu seçirik. Heca pilləkəni, hecaları birləşdirərək sözü oxumaq. Tutalım, ba, nə oldu? Uşaq deməlidir, baba. Piktoqramlarla oxu. Bu bəzi mənə elə gəlir ki, bizim Azərbaycan dili kitablarımızda da olmalıdır. Amma buna bağlı çox tapşırıqlar var. Bəzi sözlərin yerinə şəkillər qoyulur ki, uşaq üçün daha əyləncəli olsun tapşırıq. Tutalım ki, mən bağda nar yemişəm, misal üçün deyirəm, indi narın yerinə narın şəklini qoyur, uşaq avtomatik və yaxud da bağın yerinə də bir bağ şəkli qoyur, uşaqdan tələb edir ki, sən özün tap gör buradan nə cümləsi qurmaq olar. Bu şəkildə uşağın marağını oxuya cəlb eləmək olar. Öyrənmənin müddəti, yəni bu bizim beynimiz üçündür, biz məlumatı alırıq, məlumat beynimizdə emal olunur, depolanır və sonra çıxırıq. Yəni, depo hissəsində artıq məlumatlarımız beynimizdə toplanır. Bu öyrənmənin, belə deyək də, öyrənmə həm də müxtəlif cür olur. Məsələn, insan var ki, görsəl olaraq daha yaxşı öyrənir. İnsan var ki, qulağı ilə, yəni eşidəndə audio olaraq daha yaxşı öyrənir. Amma disleksi olan insanlarda bunun hamısının cəmini işləmək lazımdır. Həm görməlidir, həm eşitməlidir. Hətta disleksi olan uşaqlarla mətnləri öyrətmək üçün mətni oxumaqdan əlavə evə çalışma olaraq müəllimə öz səsini də yazır verir ki, sən evdə mənim səsimə qulaq as və qulaq asdıqlarını köçür.
birinci üzündən köçür, sonra da qulaq as səsindən köçür. Bu şəkildə uşaq həmin informasiyanı daha yaxşı depolaya bilir. Bir də burada bir metod var, Elvis metodu. Bunun şəklin, yəni bu Elvis metodundan mətnləri uşaq daha yaxşı yadda saxlaya bilir. Yəni tutalım ki, siz uşağa bir mətn öyrətmək istəyirsiniz, amma uşaq heç cür bu mətni oxuyub yadında saxlaya bilmirsə, bu metoddan istifadə edərək qısa mətnlərlə başlayaraq uşağın diqqətini çox yaxşı şəkildə cəlb edə bilərsiniz. Hətta mən çox istəyərdim ki, əgər imkan varsa, yanınızda karandaş, ruçka varsa, daha doğrusu vərəq və karandaş varsa, siz bunu özünüz də tətbiq edərsiniz. Yəni kimdə alınırsa eləyə bilər. Eləmək istəyən var? Bəli, müəllim, mən eləyərəm, məndə var. Bir dənə qələm, bir dənə də vərəq götürün, zəhmət olmasa. Yəni bunu tətbiq edirsiniz. Elvis metodu nədir? Bu anlayışı inkişaf etdirmək üçün üsuldur və burada Elvis nə üçün adı Elvisdir? Burada demək mərhələlər var. Excite, listen, visualize, extend və savor. Bunların hər birinin baş hərfi ilə adlandırılıb, ona görə Elvis adlandırılır. Uşaqlarda oxuyub anlama bacarığını inkişaf etdirmə məqsədi daşıyır. Misal üçün, yəni bu bir case. Mən sizə bir ad deyirəm, bir mətndir. Baxın, orada adı görünür, at və ilbiz. Və siz at və ilbiz deyəndə ağlınıza nə gəlirsə, ilk növbədə onu yazacaqsınız. At və ilbiz, bu bir mətndir, hekayədir daha doğrusu. Yəni, sizcə hadisələr necə baş verəcək, nə olacaq orada? Bu şəkildə öz təxəyyülünüzü, yəni öz ağlınıza gələn bir şey vərəqə qeyd edərsiniz. Bir neçə cümlə ola bilər. Yazıb bitirəndə deyərsiniz. Çox uzun olmasın ki, vaxtımız çatsın. Yazdınız? Mən deyə bilərəm. Deyin, zəhmət olmasa. Bir günlərim yaşıl bir çəmənlikdə at və ilbiz görüşdülər. At dedi ki, ilbiz, sən nəyə baş gedirsən? Mən səndən çox sürətliyəm. Mətni bilirsiniz onda. Necə? Bu mətni bilirsiniz. Qismən, belə deyim də sizə, belə şuur altımda bir eşitmişəmmi, eşitməmişəmmi, belə gedir gəlir. Və siz mətni yazmısınız ora. Yəni bir uşaq yazacaq. Başlama zamanı oxumuşam. At, məsələn, burada nədir məqsəd? Əvvəlcədən şagird öz biliyini ortaya qoyur və proqnoz verir ki, bu mətnin içərisində nələr olacaq. Yaxşı, siz yazmışsınız, amma siz uzun yazmışsınız. Biraz qısa olsun, çünki davamı da var. Deyək ki, yazdınız ki, atla ilbiz gedirdi və at ilbizə sual verir ki, sən niyə yavaş gedirsən, düzdürmü? Aha. Bu qədər yazmışsınız, yoxsa yenə var idi? Yazmadım. Sadəcə danışdıqda canlandıracağımı düşündüm. Tamam. Məsələn, gəlin onda belə izah edeyim. Məsələn, birinci mərhələdə odur ki, biz uşağa bir dənə belə vərəq veririk və bunu belə iç-içə dairələr kimi, çəmbər kimi çəkirik lövhədə və uşağa balaca vərəq veririk və deyirik ki, səncə burada nə baş verəcək, nə hadisələr olacaq? Uşaq başlayır ora öz fikrini yazmağa. Məsələn, məncə atla ilbiz dost olur. Yəni, hər hansı təxəyyülündə olan bir şeyi ora yazır. Sonra uşağa deyirik ki, çünki biz uşağın ilkin diqqətini mətnə cəlb eləməliyik. Bu da elə bir uşaqda maraq oyadır ki, görün mənim yazdığımla mətndə olan üst-üstə düşəcəkmi? Və sonra biz mətni başlayırıq oxumağa və deyirik ki, gəl indi görək, doğru mu düşünmüşdün, yoxsa səhv mi düşünmüşdün? Gəl baxaq görək, sənin düşüncənlə mətn üst-üstə düşür. Sonra başlayırıq mətni oxumağa. Mətn dediyiniz kimi, atla ilbiz bir gün özündən razı at çəmənlikdə otluyurdu. Birdən gözünə bir ilbiz sataşdı və onunla yarışa girmək istədi. Gəl mənlə yarışa gir. İlbiz onun sözünə güldü. Ata dərs vermək məqsədi ilə onunla razılaşdı. Yarışın vaxtını həftənin bazar gününə təyin etdilər. Nəysə, mən də mətni oxumuram, vaxtımız getməsin. Belə bir mətndir. Sonra biz mətndən sonra bir də sual veririk ki, uşağa. Yəni,
Sənin dediklərinlə mətndə olan deməli üst-üstə düşdü və yaxud da düşmədi. Bax gör sən nə yazmışdın, mətndə nə baş verdi. Sonra vizualizm mərhələsinə keçirik və burada uşağa deyirik ki, gözünü bağla və xəyal elə ki, hekayədəki obrazların xüsusiyyətləri necə idi? Səncə onlar hardaydılar? Hadisə nə vaxt baş vermişdi? Sonra hekayənin sonunda nə oldu? Bir-bir bu sualların hamısını uşağa veririk və hər verdikcə uşaq öz fikrini ora yazır. Və daha sonra isə ən sonda isə uşağa bildiririk ki, sonuncu mərhələdə səncə mətnin sonu necə bitməli idi? Sən olsaydın mətnin sonunu necə bitirərdin? Uşaq artıq öz məlumatlarını, beynində olan, şüur altında olan məlumatları da ora köçürməklə artıq mətni tamamlamış olur. Yəni həm də bu uşağın təxəyyülünü inkişaf elətdirir. Belə. İndi Günah xanım, söz soruşum da sizdən. Biz indi bu uşaqlara belə öyrətməyə çalışırıq. Mən nəyin etirazındayım? Biz o zamanlar çox oxuyurduq, kitab oxuyurduq, mətnlərimiz gözəl idi orta məktəbdə, yəqin ki, həm yaşıdıq. Amma indiki orta məktəb mətnlərinə baxıram, çox qısa, çox belə çox elə mənasız deyim, tam səmimi deyim və o gün Leylək və Tülkü nağılımız var da, bizim ən məşhur gözəl nağılımız var, Leylə və Tülkü. Mən çox sevindim bunun dərs kitablarına salındığına. Birinci hissəni oxuduq, öyrəndik. İndi mən kitabda axtarıram ikinci hissəni. Övladları ikinci sinifə gedənlər bilərlər yəqin. İkinci hissə yoxdur. Və belə bir şey var. Bunu uşaq özü tamamlasın. Mən bunun əleyhinəyim. Biz uşağa nə öyrətdik ki, nə soruşaq? Uşaq kitabımı oxudu yetərincə, mətnimi oxudu. Hələ əlavə kitab demirəm ha, elə öz dərsliyi nağılları. Uşaqda o şuur necə formalaşar? Öz-özündən formalaşa bilərmi? Mən belə düşünürəm ki, uşaq nə qədər çox oxusa, nə qədər çox müşahidə eləsə ki, müşahidə də artıq yoxdur. Biz uşaqlarımızı çölə buraxmırıq. Sosiallaşmaq o qədər mükəmməl deyil. Bu necə formalaşa bilər? Biz bunu birinci mən deyirəm öyrədək ki, o kitablardan bunu alsın, doysun, sonra yarada bilsin. Bəli. Əgər biz sevdirmək istəyiriksə, ümumiyyətlə onlara mətn tipli, nağıl tipli kitabları aşılamalıyıq, oxumalıyıq və oxutmalıyıq. Bu mütləqdir. Və siz deyən kimi, indiki mətnlər çox qısa olduğu üçün və biraz çətin anlaşıldığı üçün uşaqlar bir növ oxumaqdan qaçırlar. Və insanlar bir növ sanki uşaqları robotlaşdırmağa doğru gedirik. Bu da çox yanlış bir şeydir. Çünki ya televizor, telefona meyilli olurlar, ya da informatika, düzdür, informatika yaxşıdır, amma düşünürəm ki, kiçik yaşlı uşaqların beynini o cür əzbərlə yükləmək yaxşı bir şey deyil. Ona görə də onlar yuxarı siniflərə qalxanda artıq o yükün altında. Kitab almağa məsələn də maddiyyatım çatmır, mən ala bilmirəm. Bu dərslikdən yetərincə bu uşaq doymalıdır da, dərslikdən yetərincə nağıl mənimsəməlidir ki, bu uşaqda empati hissi güclənsin, yaradıcılıq güclənsin, nağıl qoşa bilsin, nağıl uydura bilsin, hekayə formalaşdıra bilsin. Mən bunun üçün düşünürəm ki, biz necə formalaşdıra bilirik? Qəşəng, rahat yazaram, bir dəqiqə bir kitab yazaram, nağıl kitabı. Qəhrəmanlar yazaram. Amma uşaqda yoxdur axı. O uşaq çünki onu heç vaxt qəbul etməyib. Beyninə, bədəninə, cisminə, ruhuna işləməyib onlar. Ümumiyyətlə bizim dərsliklərlə bağlı ciddi problemlərimiz var. Var, bəli. İndi sonra da uşağımız deyirik disleksidir. Yox, disleksini ora qatmayaq. Disleksi başqa bir problemdir. Amma bəli, bizim uşaqlarımız oxuya bilmirlər, oxumurlar. Və görmədikləri üçün də təbii ki, bir müddət sonra heç maraqları da olmur oxumağa. Amma mövzumuz disleksiyadırsa, biz bu uşaqlarla dəfələrlə oxumalıyıq, təkrar oxumalıyıq. Elə gəlmişkən mövzumuz da indi budur, təkrar oxu. Yəni kiçik mətndən başlayaraq 30 sözdən, 50 sözdən ibarət olan mətni bir neçə dəfə ardıcıl uşağa yüksək səslə oxuduruq. Məqsəd nədir? Uşaq mətnin içindəki sözləri görə artıq bir müddətdən sonra bizdə necə sözlər artıq avtomatlaşıbdır. Məsələn, biz sözü bir-bir hərfləyərək oxumuruq ki, artıq baxanda bilirik ki, bu hansı sözdür. Uşaqda da bir müddətdən sonra artıq bu avtomatlaşma yaranır. Yəni oxu sürətini artırır. Cütləşmiş oxu. Uşağın daha yaxşı oxuyan bir tərəfdaşla eyni vaxtda və ya növbəli oxuması. Ana ilə, müəllimlə, evdə böyük bacı qardaşla, kimlənsə yaxşı oxuyan biri ilə, yəni səlis oxuyan biri ilə uşağın paralel və ya növbəli şəkil, yəni eyni vaxtda oxuması. Bu uşaqda həm də bir növ təqliddir də. Uşaq görür qarşısındakının oxusunu və onun şəkildə oxumağa cəhd edir. Oxucu teatrı bir hekayə və ssenarini rollar üzrə əzbərləmədən vərəqdən oxuması. Yəni təbii ki, bu artıq rollu canlandırmadır. Peşələr üzrə ola bilər, hər hansısa heyvanlar üzrə ola bilər.
Hansı ki bizə bayramda rollar verirdilər, yəni indiki məktəblərdə də uşağa verirdilər. Bu disleksiyası olan uşaq üçün çox yaxşı, yəni bir alternativ yoldur. Sonra yazı məşqləri var burada. Uşaq yazını hansı formada yazmalıdır? Hərfi yalnız görməli deyil, həm də hiss etməlidir. Havada yazı, qolunu düz tutaraq hərfləri havada yazır. Yəni motorikanı işə salaraq uşaq artıq hərfi real olmadan da yazmağı öyrənir. Qum və ya un üzərində yazır, gözü yumulu yazır, ovucuna və ya kürəyinə bayaq dediyim kimi hərfi barmağımızla çəkirik, təxmin edib kağıza köçürdür və uşağın yazı ümumiyyətlə disleksiyası olan uşaqlarda motor bacarıqlar zəif olduğu üçün onlar incə qələmi çox da istifadə edə bilmirlər. Ona görə biraz daha qalın qələm olsa onlara daha çox kömək edə bilər və yaxud da yazmaq üçün indi rezinlər var. Uşağın barmağının ucuna keçirdirlər ki, qələmi doğru şəkildə tutsun. O rezinlərdən istifadə eləmək olar. Sonra yazı sətrini itirirlər. Onlar ümumiyyətlə bayaq dediyim kimi, yəni ardıcıllığı saxlaya bilmirlər. Hərf sətirdən kənara çıxırlar. O sətrin yaxşı görünməsi üçün həmin sətirləri rəngli karandaşla, qalın karandaşla rəngləmək lazımdır ki, uşaq o sətirdən kənara çıxmasın. Və yaxud da belə biraz kley tökmək olar həmin yerə ki, uşaq o səthi hiss eləsin. Biraz daha, yəni qabarıq olacaq da o və başa düşsün ki, bunun üzərində yazmalıdır. Belə, bu da belə. Sonra disleksiyalı şagirdlərlə sinifdə işləmək üçün bəzi tövsiyələr yazmışam. Ümumiyyətlə disleksiyalı uşaqları sinif otağına gətirmək üçün sirr mühiti uşağın görmə qabiliyyətinə xitab edən işıqlı və nizamlı şəkildə təşkil edilməlidir. Ümumiyyətlə, disleksiyalı bir uşağın diqqət problemi mütləq ki var. Ona görə də sinif çox qarışıq olmamalıdır. Uşaq çox arxa partada oturmamalıdır. Yaxşı olar ki, müəllimlə üzbəyüzdə otursun. Müəllim tez-tez ondan təmasda olmalıdır. Ya gəlib çiyninə toxunmaqla, ya göz kontaktı qurmaqla uşağın fikrini özünə cəlb etməyi bacarmalıdır. Öncərgələrdə və öncərgələrin yaxınlığında və anlamadıqları şeylər haqqında sual verə bilən şagirdlərin yanında əyləşməlidirlər. Sonra oturacaqların təşkili dərslərə uyğun olaraq dəyişdirilməməlidir. Bəzi siniflərdə var, bilmirəm indi siz də işləyirsiniz, yəqin ki, məktəblərdə sinif otağında elə bir şagirdlər növbəli şəkildə partalarını dəyişirlər. Amma yaxşı olar ki, disleksiyası olan bir uşağın yeri stabil qalsın. Sonra tənqiddən, yəni müəllim hər kəsin içində tənqid etməməli. Yəni bu tək disleksiyası uşaqlara deyil də bütün uşaqlara aiddir. Yəni müəllim bir uşağı digər uşaqların yanında tənqid etməməlidir, səhvlərini vurğulamamalıdırlar. Çünki bu davranış uşağın motivasiyasını azaldır və sinifdən uzaqlaşdırır. Eyni şəkildə də özgüvənini aşağı salır. Müəllim dərsi keçərkən disleksiya olan şagirdi də nəzərə almalı, cümlələri daha qısa və aydın şəkildə qurmalıdır. Təbii ki, bunlara əlavə zaman verilməlidir. İmtahan vaxtı onların problemi nəzərə alınmalıdır. Ev tapşırığı çox verilməməlidir. Qətiyyən mətn səslənməsini təşviq edin və dediyim kimi, əgər evə bir mətn verilirsə, mütləq şəkildə onu yaxşı olar ki, uşaq özü oxusun, daha sonra evdə kimsə və yaxud da müəllim səsli şəkildə ona göndərsin. Uşaq həm də onu səsdən eşidərək öyrənsin. Öyrənmə çətinliyini dəstəkləmək, onu aşkar etməkdən başlayır. Uşaqları uğur qazanmağa təşviq edin. Uşaqların uğurlarını deyil, səylərini qiymətləndirin. Yəni bacardıqlarını qiymətləndirin. Öyrənmə çətinliyi olan insanların düzəlməyə ehtiyacı yoxdur. Onlar qəbullanmağa ehtiyacları var. Sonra qiymətləndirmə üçün belə burada kiçik bir test var. Məsələn, bunu məktəbdə istifadə eləmək olar ki, tutalım 2-ci, 3-cü sinifdə oxuyan bir uşaqdır. Əgər bu əlamətlər uşaqda varsa, bunu dəyərləndirmək olar. Orfoqrafiyada çətinlikləri varsa, hərf adlarını öyrənməkdə çətinlik çəkirsə, fonetikada çətinliyi varsa, oxuma sürəti yavaşdırsa, sinif səviyyəsindən aşağı oxuyursa, oxu və imla problemlərinə görə məktəbdə əlavə yardım tələb edirsə, bu kimi problemlər varsa, qarşısında rəqəmlər var və rəqəmlər biraz bəzən tez-tez həmişə bu şəkildə yəni işarələnir və sonra ballar toplanır. Burada da risk qrupu var. Əgər 16-nın altındadırsa minimal riskli, yəni disleksiya şübhəsi yoxdur burada. Ümumi xal 21-16 aralığındadırsa ortadır. 21-dən yuxarıdırsa isə disleksiya diaqnoza qoyuruq. Yəni artıq bu uşaq disleksiyadır və təbii ki, dediyim kimi, əgər disleksiya diaqnozuna qoyuruqsa, birinci növbədə biz uşağın zəka göstəricilərini, eşitməsini, görməsini, hər birini dəyərləndirməliyik. Belə, sualı olan?
Bir də bilmirəm aranızda bir Hind filmi var. Ona baxan olub yoxsa yox. Yerdəki ulduzlar. Mən tövsiyə Bəli. edirəm. Hə, baxmayanlar ona baxsın. Orada disleksiya haqqında danışıbdı. Yəni sırf film disleksiya haqqında daha doğrusu. Belə. Onun ikinci versiyası da var. Yerdəki super ulduzlar. Hə, Yeni hə, çıxıb. aha, 2025-də. Baxmısınız siz? Ona baxmamışam. O da çox gözəl. Yerdəki super ulduzlar. Nə gözəl. Bəli, eyni. Bəli. Lap yaxşı. Baxaram ona da. Amma yerdəki ulduzlar da oradan da maraqlıdır və disleksiyanı çox qəşəng çatdırır. Disleksiya haqqında ola bilər ki, məsələn, danışıqdan, informasiyadan çox da anlamayan insanlar olar. Məncə filmə baxmaqla onlarda kifayət qədər, yəni təsəvvür yaranacaq disleksiya haqqında. Kızımın diagnozunu o kinodan sonra koydum. Necə? Yerdeki, ben Ha. kızımın diagnozunu yerdeki ulduzlardan sonra koydum. Görürsüz, sizə kömək olubdur. Orada da görürsüz, yəni valideyn uşağı anlamır, problemi nədir, başa düşmür, amma bir müəllim uşağın problemi həqiqətən də tapır. Problem də elə müəllimlərdədir da. Yəni bir növ mənə də müəllim kömək oldu. Çünki müəllim qarşılığında mən çox əziyyət çəkdim. Bu qədər əziyyətin qarşılığında qiymətləndirilmədi. Aha. Və mən ondan çox belə tam səmimi deyim, əsəb də keçirdim. Hətta sinifini də dəyişdim qızımın. Amma yenə də düşündüm ki, bu əziyyətin qarşılığı niyə yoxdur da. Ondan sonra başladım araşdırmağa, başladım axtarmağa. Bir növ rolu oldu müəllimənin. Yəni ona barədə təşəkkür edirəm. Bəlkə də qiymətləndirsəydi, bəlkə də biraz torpil keçsəydi, belə deyim də, mən tapmayacaqdım qızımın problemini. Aydındır. Başa düşürəm sizi, amma həqiqətən də müəllimə çox sağ ol deməliyik. Çünki elə problemlər var ki, zamanında görülməyəndə sonra heç bir şey eləmək olmur. Bu sizə çox kömək olub bu baxımdan. Düzdür, ola bilər arada negativ şeylər yaşanıbdı. Bəli, Amma bəli. Yox, dostluq indi yaxşıdır münasibətimiz. lap yaxşı. Bir də ki, sinif dəyişdirmək həmişə çarə deyil. Əgər sinifdə uşağa qarşı bir bullying yoxdursa, indi bullying olanda biz onu başa düşürük ki, problem burada kimdədirsə, başqa bir yerdədir. Amma əgər sinifdə uşaq bir problem yaşayırsa, problemin kökünü tapmaq lazımdır. Çünki sinif dəyişəndə sabah eyni problem yenə ortaya çıxacaq və hər dəfə uşaq sinif dəyişdə elə uşağın özü üçün də o bir travmadır. Tez-tez sinif dəyişmək, tez-tez mühit dəyişmək. Ona görə mütləq problemin qaynağını tapmaq lazımdır. Günlər xanım, zəhmət olmasa paylaşımı dayandırarsınız, görüntünüz görsənmir. Paylaşımı durdur. Aha. Mən ekranı çevirmişəm deyəsən. Bir dəqiqə. Hə, çevirdim. Sualı olan varmı? Mən bir sual vermək istəyirdim. Buyur. Bayaq bir mətndən danışdıq, İlbiz və Atolan. Mən də orada yazırdım. Amma yəni oradakı hekayə ilə mən qurduğumun heç bir əlaqəsi yoxdur. Məsələn, indi nəticə etibarilə yəni hamı eyni düşünmür və uşaqlar da eyni düşünmür. Necə, yəni o mətn üzərində necə işləyə bilər ki, məsələn, uşaq fərqli bir şey, məsələn, mən fərqli bir şey yazmışdım. Orada atı təsvir eləmişdim ki, belə çox böyükdür, qaçır sürətlə. İlbizin məsələn başa düşürəm ki, uşaq məsələn İlbizin maye buraxdığını düşünməyə bilər. İndi mənim ağlıma gəlib. Məsələn, onu edişir, yıxılır, bunlar küsürlər və s. sonra dost olurlar. Belə bitirmişdim də hekayəni. Məsələn, başqa bir uşaq da bu tipli bir fərqli sonluqla bitirsə, məsələn, İlbizlərin sayını çoxaltsa, birdən eləməsə, onda onun üzərindən necə, yəni reabilitasiyaya necə Bu fikrimi ifadə əslində edə bilmədim. olan bir şey deyil. Bu uşağın diqqətini mətnə cəmləmək üçündür. Əgər uşaq orada öz təxəyyülünü ortaya qoysa, bu nə gözəl. Bunu müəllim baxır, qiymətləndirir ki, misal üçün siz dediyiniz kimi Elbizin mayesi var. Əgər bir uşaq bunu yazıbsa, bu onun təxəyyülünün məhsuludur da. Və sonluqda da biz ona deyirik ki, sən öz fikrini də yaz, öz fikrini əlavə edir. Burada məqsəd o deyil ki, uşaq fərqli nəsə yazıb biz onu korreksiya edək. Burada məqsəd sırf uşağın mətnə olan marağını oyatmaqdır. Yəni məsələn mən ona tutub desəm ki, gəl sənə mətn oxuyum, qulaq as, o məni eşitməyəcək. Amma mən ona oyun formasına çevirib desəm ki, hə öz fikrini yaz. İndiyə görə sənin dediyinlə üst-üstə düşür desək, uşağın diqqəti mətndən yayınmayacaq. Bu sırf ona görədir. Aydındır, çox sağ olun. Siz də sağ olun. Başqa sualı olan? Salam, axşamınız xeyir. Xeyir olsun. Təşəkkür edirəm bu qədər səhəris aydın izahlar üçün. Allah razı Sağ- olsun. Sağ olun.
Olarmı ki Gülnar xanım bu üzərindən çıxış elədiniz slaytı, yəni belə məlumat üçün biz yəni sonradan əlimizdə çıxardım məsəl üçün material kimi istifadə etməkdən ötürü, yəni sizin özünüzə mi yazın və yaxud da qrupa bu göndərilməsi, yəni siz necə məsləhət görürsüz? Mən slaydı göndərərəm. İndi yəqin ki, icazə var slaydı göndərməyə. Aytaç xanım bildirər. Slaytdan Bəli, əlavə bəli, qrupa göndərərəm. Aha, disleksiya çox sağ olun, çox təşəkkür. Aha, hansı ki siz disleksi olan uşaq. Məsələn, adi belə başa salım sizə. Pinterest-i yəqin ki, hər birimiz bilirik. Orada labirint. Labirint Bəli. uşağın sağ və sol beyin yarım kürəsini işlədilən ən gözəl tapşırıqdır. Və onun sadədən mürəkkəbə doğru nə qədər növləri var. Labirint çıxardıb verə bilərsiniz uşaqlara. Bu BD-nin fərqləndirməsi ilə bağlı, məsələn, hərflərin fərqləndirməsi ilə bağlı orada yüzlərlə tapşırıqlar var, onlardan çıxardıb verə bilərsiniz. Sadəcə bilirsiniz, disleksiyada niyə ümumi proqram verə bilmirik? Çünki hər uşağın inkişafı fərqlidir və hər disleksiya eyni deyil. Ona görə məsələn, onu artıq dəyərləndirən mütəxəssis, müəllim uşağı dəyərləndirir, görür hansı səviyyədədir və buna hardan başlayıb necə dəstək olmaq lazımdır və proqramı da onun əsasına qurur. Amma ümumi təbii ki, tapşırıqlardan sizə göndərərəm. Aha, aydın oldu. Çox təşəkkür. Mən təşəkkür edirəm. Belə. Onu da deyim ki, disleksiya proqramını bilən çox yaxşı mütəxəssislər var. Əgər ətrafınızda disleksisi olan varsa, yəni sırf söhbət bunun tətbiqindən gedir. Yönləndirə bilərik. Narınc mərkəzində də disleksiyaya çox yaxşı kömək edən aparatlar var. Neurofeedback olsun, TDCS aparatı olsun. Yəni biz təbii ki, psixoloji dəstək paralelində aparatla disleksiyadan çox gözəl nəticələr əldə edirik. Mənim fikirlərim bu qədər. Çox sağ olun. Qəşəng aktiv iştirakınız üçün, dinlədiyiniz üçün. İnşallah. Çox sağ olun müəllimə. Allah razı olsun. Sağ olun. Sağ olun.